Əmi onu maşınla ötən qardaşı oğlunu çəkiclə öldürdü. Cəzası bəlli oldu. Şərur rayonunda qardaşı oğlu İbrahim İbrahimovu öldürməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Cavid İbrahimov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Reportun məlumatına görə hökmə əsasən Cabir İbrahimov cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Qeyd eləyək ki, hadisə 2025-ci ilin iyul ayında Şərur rayonunun Aşağı Daşarx kəndində baş verib. İttihama görə İbrahim İbrahimovla əmisi Cabir İbrahimov arasında əvvəllər də bir neçə dəfə şəxsi münasibətlər zəminində mübahisə olub. Onların arasında sonuncu mübahisə yolda avtomobillə hərəkətdə olarkən ötmə manevrləri zamanı yaşanıb. Belə ki, onlar avtomobili saxlayan zaman Cabir İbrahimov mismar çıxaran götürərək qardaşı oğlu İbrahim İbrahimovun üzərinə gedib, daha sonra bu alətlə ona bir neçə dəfə başından zərbə endirib. Cabir İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə ittiham olunub.